Yenidən maraqlı bir məkana gəldim. Yəni burada nə var? Burada möhtəşəm Gülüstan qalası var. Özünün doğrudan da o qədər gözəl, maraqlı tarixi var ki, gedək yuxarı, mən oradan onun barəsində məlumat verəcəm, geniş məlumat verəcəm. Bax belə, indi bu yolla qalxacam düz dağın zirvəsinə. Orada da həqiqətən deyirəm, tarixin ən möhtəşəm qalalarından biri olan Gülüstan qalası yerləşir. Davam edirəm dostlar. Demək ki, təxminən haradasa 600-700 metr qalmışam. İndi gedirəm buradan. Bax belədir ərazi. Gedək görək bizi qabaqda nə gözləyir. Yəni əladır, həqiqətən çox gözəldir. Elə gəlmişkən düz qabağımızda artıq qalan qalıqlarını görməyə başlayırıq. Buna baxın. Qalanın ilk qalıqlarıdır. Belə gəldim, çatdım bura. Bu belə deyim də yəqin ki şərq tərəfdən qülləsidir və üzü belə uzanır. Belə dostlar, deməli indi mən ən çətin hissəni qalxacam. Artıq buran qalxandan sonra olacaq biz düz qalanın ən yüksək zirvəsində. Ümumi olaraq qala iki hissədən ibarətdir, belə deyim. Deyirlər bunun bir hissəsi istehkam hissəsidir, ikinci hissəsi isə Narınqaladır. Narınqalada hökmdar belə deyək Şirvanşah yaşayıb və aşağı istehkam hissəsində isə belə deyək qulluqçular, döyüşçülər və s. onların nəzarətində olub. Bax, hadi gəlirəm. Birinci dəfə dediyim kimi qərb hissəsindən gəlmişdim. İndi ikinci dəfə buraya ona görə gəldim ki, bir fərqli olsun özüm üçün də tanıyım buraları yenidən. Görüm hansı tərəfdən qalxıram. Böyük ihtimalle buradan qalxacam. Bu cığırla belə gedib yanına keçərəm. Belə dostlar. Oh, gözəl dəyər yəni, həqiqətən dəyər. Çünki tariximizdir. Yəni bunu görmək lazımdır. Gəldim düz qalanın ən yüksək zirvəsi. Bax, burada Gülüstan qalası 8-15-ci əsrlərə aid olduğunu göstərir. Həqiqətən tarix kitablarında da bu barədə məlumat verilib. Təbəri ərəb tarixçisi var, Təbəri onun əsərində göstərilir ki, bəs ərəblər hücum edir, bu qalanı tuturlar və tutduqdan sonra buranı dağıdırlar tamamilə. Və ondan sonra Şirvanşahlar belə deyim gəlir, artıq bu bölgələrdə hakimiyyət ələ keçirir və təxminən 861-ci ildə səfərəmizə Şirvanşahlar belə deyim, o dövlətin təməli qoyulur və o vaxtdan artıq başlayırlar bu qalanı bərpa eləməyə. Və həqiqətən də özünün belə deyim, ən gözəl dövrlərini yaşayır 12-13-cü əsrlərdə və bax belə, bu ətrafda qalanın demək hər yerdə onun qalıqları var. Orada da var, bax, burada da var. Bizim Gülüstan qalası, möhtəşəm. Belə, buradadır. Fikir verin, daşlar əsasən bax belə səliqəli formada yonulmuş daşlar düzüblər. Bax belədir. Diqqət eləyin qalaya. Ətrafı bu formadadır. Belə. Bu da buradan görüntüsü. Gəldim. Qalanın bu hissəsini gördüm. Dediyim kimi də sonuncu da bura gələndə bu hissəni görməmişdim. Amma bu dəfə gəldim və ən əsas hissəsini görə bildim. İndi buradan gedirəm artıq qalanın tən ortasına. Deməli belə, bax burada ümumi qazıntılarla üzə çıxmış. Yəqin ki, otaqlardan biridir, belə deyək. Burada otaq olub böyük ihtimal ki. Bax belə, ümumi görüntüsüdür. Belə Şirvanşahların yadigarı. Çox gözəldir. Həddən artıq. Bax bu istiqamətdə belə bir qalanın qalıqları qalır. Buradan açıq aşkar qalanın necə tikildiyini görmək olur. Hansı formada tikildiyini görmək olur. Baxın, deməli qalanın belə deyim, qalanın artıq daxilidir bu. Buradan tarixə toxunmaq istəyirəm dostlar. Baxın, gözəl. 8-ci əsrin yadigarı. Yəni 8-ci əsrdə mövcud olub. Sonradan dəfələrlə bərpa ediliblər. Deməli dostlar, burada bir balaca belə deyim, bu qala və Şah İsmayıl Xətai haqqında bir bağlılıq haqqında danışmaq istəyirəm. Ümumiyyətcə nə əlaqəsi olub da bu qala ilə? Bilirsiniz, o vaxtı Şah İsmayıl Xətai ilk hücumunu Şirvanşahlara eləyir. Yəni səbəb isə bəlli idi, həm babası, həm atasını Fərrux Yasar tərəfindən öldürülmüşdü və belə deyim, bir növ qisas almaq üçün ilk hücumunu eləyir Şirvanşahlara. Və bura gəlib hücum eləyəndə deməli Cabanı döyüş olur, bilirsiniz, və o da Şamaxının Cabanı kəndindədir. Yəni buradan yaxın məsafədədir.
və həmin ərazidə döyüş olur və Şah İsmayıl Xətai Fərrux Əsəri məğlub eləyir və deyilənə görə, tarix faktlara görə və belə deyim də, Fərrux Əsəri həmin vaxt tutub və boynunu vurdurur, öldürür belə deyək və onun oğlu qaçır və gəlir bura, bu qalanı başlayır müdafiə eləməyə. Şah İsmayıl Xətai təxminən belə deyim, bu qalanı 7-8 ay mühasirədə saxlayır, lakin belə deyim, az əhəmiyyətli olduğu üçün artıq Ağqoyun Əlvənd Mirzə ilə müharibə başlayacağına görə buranı sadəcə olaraq belə deyim də kiçicik bir ordu ilə qoyur burada və çıxır gedir. Və demək olar ki, belə deyim də Şirvanşahlar həmin vaxt tamamilə zəifləmişdi və heç bu qala belə deyim, yəni çox tab gətirə bilməyəcəkdi. Amma müəyyən yollarla, səhv eləmirəmsə, Şirvanşahın oğlu Şeyx Şah deyirlər ona bildiyim qədərilə də, o burada müəyyən xərac verməklə Şirvanşahları saxlaya bilir. Amma Şirvanşahların varlığına isə 1-ci Şah Təhmasib son qoyur. Deməli qalanın ən maraqlı qalıqlarını bax burada görmək olur. Yəni təəssüf ki, yəni dediyim kimi, bura tamamilə otdur hər yer. Ən yüksək zirvəsindəyəm dağın. Bax, düz arxada həmin qalanın qalıqları görsənir. Buradan da əvvəl qeyd etdiyim kimi, bax qazıntı aparıb aşkara çıxartdıqları həmin hissədir. Bir süni göl var həmin o hissədə. Bilmirəm orada insanlar gəlib dincəlir bir yoxsa yox. Belə deyim də, bunlar hamısı ərazi qala ərazisi olub. Belə gedək davam eləyək, qabaqda da qalanın belə deyim digər hissəsində bir qalığı var. Oranı da göstərəcəm. Belə bu isə həmin o möhtəşəm mənzərə. Şamaxı Yaşlan. Bax belə. Amma mənzərəsi nəyə desəz deyər. Çox gözəldir. Qalanın qərb hissəsinə gəldim, çatdım. Bax düz burada yerləşir. Mən bunu ətraflı göstərəcəm necədir. Yaxından da göstərəcəm. Demək olar ki, ancaq bu hissəsi qalıb. Ümumi olaraq tamamilə dağılıb, yoxdur. Bax belə. Diqqət eləyin, daxildən necə enli bir qaladır. Yəni o vaxt ümumiyyətcə qala divarları bax həmişə belə enli düzəldilirdi. Çox qalalarda olmuşam. Yəni səmi olaraq deyim ki, həqiqətən metr yarım, 2 metrlik enində olur həmişə bu qalalar. Qala divarları. İndi gedək aşağıdan da göstərim buranı. Çox qeyri-adi bir memarlıq quruluşu var buranın. Dostlar, yəni hündürlüyünə baxın. İndi təsəvvürün buranı necə gəlsin Şah İsmayıl Xətai zəbt eləsin. Qalanı tutmaq üçün gərək doğrudan da elə bir ordun olsun ki, çox rahatlıqla buranı tuta bilsin. Şərqdən daxil oldum və gəldim çatdım düz qərbdə olan qala divarlarına. Və diqqət edin, bura qalıb hələ də. Bax bu növrə hissəsi qalanın, bu belə deyim də artıq iç hissəsidir qala divarlarının. Metrdən çoxdur yəni bunun enliliyi. Bax belə, bu bizim Gülüstan qalasının qərbdən qalmış qala divarlarıdır, qərb hissədən. Belə gəldim, buranı da gördüm və həqiqətən təsəvvür edin ki, bura Şah İsmayıl Xətai hücum eləyib, ardınca onun oğlu Şah Təhmasib belə deyim tamamilə buranın varlığına son qoyub və buranın dağıdılmasına əmr eləyib bu ərazinin. Bax belə. Bu da həmin o qala. Ərazidən açılan mənzərə isə bax belədir. Möhtəşəmdir sadəcə olaraq. Gözəl Gülüstan qalası. Deyir, tikdim ki, izim qala. Bax belə, mən də gəldim ki, bura həqiqətən mənim də izim qalsın burada. Çox gözəl.